Salam əziz izləyicilər. Bu gün mən sizə şəxsi gigiyena qaydalarına əməl etmək haqqında danışacağam. Şəxsi gigiyena qaydaları çox sadə olsa da, mütəmadi bu qaydalara əməl etmək bəzi xoşagəlməz halların, infeksiyaların qarşısını almağa kömək edir. Burada bəzi məqamları sizin diqqətinizə çatdırmaq istəyirəm. Yuyunma qaydalarına düzgün əməl etmək çox mühüm əhəmiyyət kəsb edir. Xüsusən də biz yeniyetmə yaşda olan qız uşaqlarına başa salırıq ki, yuyunma qaydası öndən arxaya doğru olmalıdır. Çünki bilirsiniz, bağırsaqda müxtəlif infeksiyalar, müxtəlif bakteriyalar, müxtəlif mikroblar var ki, onlar əgər önə doğru, yəni vaginaya doğru gələrsə, müxtəlif infeksiyaların, iltihab proseslərinin əmələ gəlməsinə səbəb ola bilər. Xüsusən menstruasiya dövründə bu qaydaya xüsusi əməl etmək lazımdır. Bu vərdiş yarandıqda infeksiyalardan qorunmaq mümkündür. Xüsusən hər dəfə, yəni şəxsi gigiyena qaydalarına əməl edərkən antibakterial sabunlardan yox, adi ilıq su ilə yuyunmaq kifayət edir. Çünki antibakterial sabunlar normal mikrofloranın pozulmasına və mikrobların əmələ gəlməsinə, infeksiyanın yaranmasına, iltihab prosesinin yaranmasına səbəb olur. pH-ı balanslı şəkildə olan gellərdən də istifadə edə bilərsiniz. Ancaq hər dəfə bundan istifadə etməyə ehtiyac yoxdur. Gündə bir dəfə pH balanslı olan gellərdən istifadə etsəniz kifayət edər. Bundan əlavə menstruasiya vaxtı istifadə olunan tamponların və bezlərin 4 saatdan bir dəyişilməsi çox vaciblidir. At paltar seçiminə də düzgün əməl etmək lazımdır. Çünki pambıq materialdan olan at paltarlarından istifadə etmək ən düzgünüdür. Çünki sintetik materialdan olan at paltarları yenə də infeksiyaların yaranmasına səbəb ola bilər. Nəm mühit infeksiyaların artmasına, yəni bakteriyaların artmasına, çoxalmasına və infeksiyaların əmələ gəlməsinə, iltihab prosesinin əmələ gəlməsinə səbəb olur. Hovuzlardan və yaxud dənizdə çimərlikdən istifadə etdikdən sonra, çıxandan sonra nəm qalmaq olmaz, mütləq qurulanmaq və at paltarını dəyişmək vacibdir. Tualetlərdən, ümumi yerlərdən istifadə etdikdən sonra da mütləq şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır. Bu bəlkə sizə ola bilər ki, biraz sadə görünür. Lakin bu şəxsi gigiyena qaydalarına əməl etməklə siz bir çox infeksiyalardan qoruna bilərsiniz. Adi maya göbələyi və yaxud da bakterial vaginoz kimi eşitdiyiniz bu infeksiyalar bakterial mikrofloranın pozulması nəticəsində yaranan xəstəliklərdir. Yəni ginekoloji infeksiyalar təkcə cinsi yoldan keçmirlər. Onlar mikrofloranın pozulması nəticəsində əmələ gəlirlər. Bu infeksiyalardan xilas ola bilərsiniz. Əziz izləyicilər, sizdə bu haqda suallarınız varsa, şərh bölməsində öz suallarınızı qeyd edə bilərsiniz. Daha çox ginekoloji problemlər haqqında məlumat almaq istəyirsinizsə, kanalımıza abunə ola bilərsiniz.